Kitab bizim insanın, ümumiyyətlə bəşər övladının qərar vermə, düşünmə tərzini gücləndirir, ona xidmət edir. Kitab sərgiləri böyük mədəni hadisədir. Həm də bu sərgilər uşaqlarımızın tərbiyəsində ciddi rol oynayır. Bugün biz necə lazımsız qidalardan çəkiniriksə, necə biz orijinal, təbii məhsulları qoruyuruqsa, kitab da o cür qorunmalıdır. Necə başqa məhsullar özlərin aparıb müştərisinə çatdırırlar, kitab da öz müştərisinə çatmalıdır. Bizim naşirlər çalışırlar fast food ədəbiyyatın qabağa versinlər ki, onu tez satıb pul qazansınlar. Özünə hörmət edən yazıcı ondan istifadə eləyirsə, ya onu açıq-aydın deməlidir, ya da ümumiyyətlə eləməməlidir. Necə ki, Avropada etiraf eləyirlər. Biz süni intellektdən istifadə eləmişik bu kitabda. İstəyirsən planşetdən oxu, istəyirsən kağız çapdan oxu, amma kitab oxu.